Taylanda gedərkən tur planlamanızı bunları bilmədən etməyin. Fifi adaları, James Bond və Similan ada turlarını sizə hər kəs tövsiyə edəcək. Ancaq əsas diqqət edin ki, tur zamanı neçə iştirakçı olur, qiymətə nələr daxildir və turlar neçədə başlayır. eSIM kartları Taylandda olduqca bahadır. Ona görə də Phuketə gələn kimi marketdən yerli limitsiz internet verən nömrə alın. Tövsiyəm, hava limanında bunu qəti etməyin, çünki ən azı 2 qat bahadır. Restoranlarda Mastercard'ın gümüş loqolu kartları ilə NFC ödənişlərinizi rahatlıqla edə bilərsiniz. Biz həm Bakıdan gedəndə, həm də Bakıya gələndə transfer, fast track və ən əsası isə loungelardan ödənişsiz istifadə etdik və bunun üçün kartımızda heç bir dövlət tələbinə ehtiyac yox idi. Ən əsası isə Phuket adasının özü kəşf edilməklə bitməyəcək adadır. Ona görə də hər yeri görmə təlaşına girməyin deyərdim. Anı yaşamağı və bir yeri daha gözəl kəşf etməyi sınayın. Əgər Phuket adasının ən azı 5 fərqli nöqtəsində maraqlı gün batımı şahidi olmamısınızsa, siz Phuketdə olmamısınız deməkdir. Daha çox Tayland videoları üçün səhifəmə keçid edib baxa bilərsiniz.